Salam dəyərli gənclər. Biz bu gün çoxbucaqlar və dördbucaqlılar son izahına baxacağıq. Birinci sual belədir. ABC düzbucaqlısında AC 13-dür. OB parçasının uzunluğunu tapın. Biz bilirik ki, düzbucaqlının diaqonalları bir-birinə bərabərdir. Onda AC BD-yə bərabər olduğunu buradan bilərik və bunların hər ikisi 13 sm-dir. Onda OB olacaq 13-ün yarısı, yəni 6,5 sm. İkinci suala keçid alırıq. İkinci sual da rahat sualdır. Perimetr 38, uzunluğu 12 olan. Biz bilirik ki, düzbucağın perimetri 2 vurulsun. A üstəgəl B düstur ilə tapılır. Bu da bərabərdir 38-ə. Buradan A üstəgəl B-nin 19 olduğunu görə bilərik. A üstəgəl B 19-dursa gənclər, uzunluq 12 idi. Deməli, N-ə nə qalır? Tutaq ki, A 12-dirsə, B olacaq nə? 7. Deməli, düzgün cavabımız olacaq Y variantı. Üçüncü sual da həmçinin eyni tipli sualdır. Gördüyünüz kimi perimetri 44-dür. Deməli, biz 44-ü 2-yə böləcəyik, eləyəcək. Deməli, iki tərəfin cəmi 22. Uzunluq 16-dırsa, deməli, N-ə nə qalır? N-ə qalır 6. Düzgün cavabımız olacaq Y variantı. Dördüncü suala keçid alaq. Dördüncü suala deyir ki, düzbucaqlının tərəfləri neçədir? 3 ilə 4-dür. Diaqonalını tapın. Buradan gördüyünüz kimi Pifaqor teoremi əmələ gəlir. Pifaqor teoreminə əsasən, deməli, diaqonalın 5 olduğunu tapa bilərik. Eyni qayda ilə 5-ci suala baxaq. Deməli, tərəfləri 16, 12-dir. Tərəflər 16, 12-dirsə gənclər, bu dəfə deməli 16-nın kvadratı 256, 12-nin kvadratı 144, 256 üstə gəl 144, eləyəcək 400, 400-dən də kök çıxır 20. Deməli, diaqonalımız 20 sm olduğunu tapmış oluruq. 6-cı suala keçid alaq. 6-cı sual deyir, hər təpədə bir bucaq götürməklə 5 bucaqlının 4 xarici bucağının cəmi 325-ə bərabərdir. Biz bilirik ki, istənilən çox bucaqlının xarici bucaqlarının cəmi 360 dərəcədir. Deməli, 360-dan çıxmalıyam nəyi? 325-i qalacaq 35 dərəcə. Deməli, düzgün cavab olacaq xarici bucağın deməli 35 dərəcə. Əgər düzgün olsaydı, onu da deyim ki, düzgün çox bucaqlının bir daxili bucağı ilə bir xarici bucağın cəmi 180 dərəcədir. Yəni, daxili bucağı soruşsaydı, 180-dən xarici bucağı çıxıb daxili bucağı tapa bilərdik. 7-ci sual da bunun alternativ sualdır. Burada da yenə 5 bucaqlının 4 xarici bucağının cəmi 320-dirsə, 360-dan 320 çıxacaq, qalacaq 40 dərəcə. 8-ci suala keçid alaq. 8-ci sualda bizə verib deməli romb. Rombun bütün tərəfləri bərabərdir, bunu bilirsiniz. Baxın, gənclər. Deməli, buranı 65 dərəcə verib. Bizdən nə istəyir? BAD-ni istəyir. Bu bucağı istəyir bizdən, bu bucağı istəyir. Rombun diaqonalı tam böləndir. Bunu da bilirik. Bura 65 isə, bura 65-dir. Deməli, kör bucaq 130 dərəcədir. Biz də bilirik ki, bir tərəfə bitişik bucaq. Yəni, iti ilə körün cəmi 180-dir. Onda iti ilə qalacaq, 50 dərəcə qalacaq. Deməli, düzgün cavab olacaq B variantı. 9-cu sual da bunun alternativ sualıdır. Burada isə bizdən BDS bucağını soruşur, bu bucağı soruşur. Yəni, tərs sualdır. Bura 40-dırsa, iti bucaq 40-dırsa, kör bucağa nə qalır? 140. Bu da diaqonaldır BD. BD deməli, bu bucağı 2 bərabər hissəyə bölür. 140-ı 2 hissəyə bölən neçə olacaq? 70-70. Düzgün cavab olacaq D variantı. 10-cu suala keçid alaq. Bucaqlardan biri 45 dərəcə olan paralleloqramın böyük bucağını tapın deyir. Biz bilirik ki, paralleloqramda bir tərəfə bitişik bucaqların cəmi 180-dir. Yəni, iti ilə körün cəmi 180-dir. İti 45 isə kör bucaq olacaq nə qədər? 135. Onda bizdən kör bucaq istəyirik. Düzgün cavab olacaq D variantı. 11-ci suala baxın. Hər bir daxili bucağı 150 dərəcə olan düzgün çoxbucaqlı neçə tərəfi var? Bu sualı iki yolla həll etmək olar. Mən daha sadə yola üstünlük verirəm. Deməli, bir daxili bucağı düzgün çoxbucaqlının 150 dərəcədirsə, bir xarici bucağı olacaq 30 dərəcə. Deməli, bir xarici bucağımız neçə dərəcədir? 30 dərəcə. Biz də tərəf sayını tapmaq üçün 360-ı bölməliyik. Bir dənə xarici bucağın ölçüsünə. Buradan neçə olacaq? 12 dənə tərəf olacaq. Deməli, bunun 12 dənə tərəfi var. Düzgün cavab olacaq A variantı. Gəldik 12-ci suala, gənclər. 12-ci sualda isə deyir, hər bir daxili bucağı 140. Hər bir daxili bucağı 140-dırsa, buradan da tapırıq ki, hər bir xarici bucağı 40 dərəcədir. Deməli, xarici bucaqların cəmi 360 dərəcədir. Ona görə 360-ı bölürük 40-a ki, görə neçə dənə tərəfi var. 360 da 40-a böləndə eləyəcək 9. Deməli, bu neçə tərəfi var? 9 tərəfi var. Gəldik 13-cü suala. 3 bucağının cəmi 295 olan paralleloqram. Paralleloqram da 4 bucaqlı olduğuna görə, deməli, paralleloqramın daxili bucaqlarının cəmi, burada təbii ki, daxili bucaqlardan söhbət gedir, 360 dərəcədir. 360-dan çıxırıq nəyi? 295-i, qalır nə? 65 dərəcə. Düzdürmü? Yaxşı. Bizə deyir, kiçik bucağını tapın və kiçik bucaq 65 dərəcədir. Böyük bucağı istəsəydik 180-65 çıxacaqdır, olacaq 115 dərəcə. 14-cü sualda isə 3 bucağın cəmi 245-dir. 360-dan çıxırıq 245-i, eləyir 115 dərəcə. Bunun kör bucağı 115 dərəcədir. Yəni, böyük bucağı 115-dir.
İti bucağı soruşsa tapacaqdıq. İti bucağı yüksəkliyindən çıxıb. 15-ci suala qabarıq olmayan dördbucaqlı hansıdır? Yəni çöküyü soruşur. Təbii ki, burada Y variantı çökükdür. Görürsünüz, içinə batığı var. 16-da isə hamısının içinə batığı var. Bir dənə A variantına baxın. Bunun batığı yoxdur. Yəni bu qabarıqdır, çökük deyil. 17-ci suala baxaq. 17-ci sualda isə bizə deyir ki, bucaqlardan biri 155 dərəcədir. Bərabər yanlı trapesiyadır. Deməli, kör bucağı 155 dərəcədirsə, iti bucağı neçə dərəcə olacaq? 25 dərəcə. Təbii ki, bizdən iti bucağı soruşurdu. 18-ci sualda isə deyir, bucaqlardan biri 65 dərəcəyə bərabər olan bərabər yanlı trapesiyanın böyük bucağını tapın. Burada da 180-dən 65 çıxacaq. Olacaq 115 dərəcə. 19-cu suala keçid alırıq gənclər. Diaqonallarından biri tərəflə 75 dərəcəli bucağı əmələ gətirən rombun böyük bucağını tapın deyir. Təbii ki, yenə biz bir romb çəkirik. Deyəcəksiniz, rombu müəllimə belə çəkirsən. Təbii ki, rombu parallelogram kimi də çəkə bilərəm. Məsələlərin çoxunda sizə məsləhət verim. Rombu parallelogram kimi çəkin, onda həlli daha rahat olacaq. Sırf məsələdən söhbət getmir, ümumiyyətcə deyirəm. Və hər şal alsın sizdə. Diaqonallardan biri tərəflə 75 dərəcəli bucağı əmələ gətirir. Bura 75, bura 75. 150 bura olsa, bura nə qalır? 30 dərəcə. Deməli, bunun böyük bucağı 150, kiçik bucağı 30 dərəcədir. Bizdən də böyük bucağı soruşurdu. Olacaq A variantı. 20-ci sualda isə deyir ki, diaqonallarından biri tərəflə 25 dərəcə bucağı əmələ gətirir. Bu dəfə romu belə çəkim. Sizin üçün öyrəşmisiniz belə çəkməyə. 25 dərəcə əmələ gətirirsə, 25 buradır, 25 də buradır. Deməli, iti bucağı 50 dərəcədir, kör bucağı 130 dərəcədir. Deməli, bizdən iti bucağı istəyir, yəni kiçik bucağı istəyir, oldu 50 dərəcə. Bilirsiniz ki, rombun diaqonalları tənböləndir, rombun diaqonalları perpendikulyardır və kəşf nöqtəsində yarıya bölünürlər. 21-ci sualda deyir, neçə parallelogram təsvir olunmuşdur? Təbii ki, parallelogram deməli, qarşı tərəfləri paralel olan dördbucaqlıdır. Burada bu parallelogramdır, 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 parallelogramdır. Trapesiyadan başqa hamısı parallelogramdır. Deməli, 4 dənə parallelogramımız vardır. 22-ci suala keçid alaq. AB AK-ya bərabərdir. Gənclər, gördüyünüz kimi bu üç bucaq, deməli, bərabər yanlı üç bucaqdırsa, burada 70 olacaq. Yaxşı. Burada deməli parallelogram olduğuna görə 70-70 buradırsa, bura nə qalacaq uşaqlar? 40 dərəcə. Bura 40-dırsa, burada 40-dır. Bizdən hansı bucağı istəyir? Kör bucağı istəyir. Təbii ki, iti bucağı 40-dırsa, kör bucağı olacaq 180-40. Yəni biz bilirik ki, parallelogramda iti bucaqla kör bucağın cəmi 180 dərəcədir. 23-cü suala keçid alırıq. Burada SM CD-yə bərabərdir. Yenə bərabər yanlı üç bucaq 80-80, 160. Bura qalır 20 dərəcə. Bura 20-dirsə, burada 20 olacaq gənclər. Deməli, bizdən deyir, kör bucağı tap, kör bucaq olacaq 160 dərəcə. Nəyə görə? Çünki 180-20 bərabərdir 160-a. 24-cü sualda isə deyir, tərəfləri 3 və 10 olan düzbucağın perimetrini tapın. Təbii ki, perimetr düsturu necə idi? 2 vurulsun, A üstə gəl B idi. Oradan da deməli, 3-dən 10 toplayanda 13, 2-yə vuranda olacaq 26. 25-ci sualda şifahi sualdır. Tərəfləri 4 və 12-dir. Deməli, perimetr olacaq 4 plus 12, 16, vur 2, 32. 26-cı suala baxırsınız, gənclər. 26-cı suala deyir, ABCD paralleloqramında AC diaqonalı tənböləndir. Deməli, paralleloqramın diaqonalı tənbölənirsə, artıq bu paralleloqram rombdur. Tamam mı? Çünki paralleloqramda diaqonal tənbölən deyil, rombda diaqonal tənböləndir, düzdür? Deməli, paralleloqramın diaqonalı tənbölənirsə, bu artıq nə adlanacaq? Romb adlanacaq. Və onun bir tərəfi adısa perimetri olacaq neçə? Çünki rombun da bütün tərəfləri bərabərdir. Perimetri 4A-ya bərabər olacaqdır. 27-ci sualda əksinədir. Deyir ki, perimetri B-yə bərabərdir. Yəni 4x bərabərdir B-yə. Bir tərəf, yəni x nəyə bərabər olacaq? B böl 4-ə. Burada isə deyir, yenə tənbölən, diaqonal tənbölən olarsa, yenə rombdan söhbət gedir deyə mən 4x düsturundan istifadə elədim perimetrin tapılması üçün. Yəni, bir tərəf olacaq B böl 4. 28-ci sualda isə deyir ki, paralleloqramın diaqonalları perpendikulyardır. Təbii ki, paralleloqramın diaqonalları perpendikulyardırsa, bu paralleloqram artıq rombdur. Deməli, onun bir tərəfi A-ya bərabərdirsə, perimetri 4A olacaqdır. 29-cu suala keçid alırıq, gənclər. Deyir ki, diaqonalları perpendikulyar olan paralleloqramın perimetri P-dir. Təbii ki, yenə burada diaqonallar bayaq dedik, perpendikulyardırsa bu rombdur. Rombun perimetri 4x-dir. Onda bir tərəfi olacaq P bölünsün 4, yəni D variantı. 30-cu suala keçid alaq. Deyir ki, qabarıq 10 bucaqlının xarici bucaqları cəmini tapın. Təbii ki, biz dedik ki, tərəf sayından asılı olmayaraq ixtiyari çox bucaqlının
xarici bucaqlarının cəmi 360 dərəcəyə bərabərdir. Yəni düzgün cavab C variantıdır. 31-ci suala keçid alırıq gənclər. 31-ci sualda biz nə edə bilərik? Gəlin baxaq. 31-ci sualda deyir ki, NY YP-yə bərabərdir. Fikir verin, parallelogram verilib deyə qarşı tərəflər bərabərdir. Yəni MK NP-yə bərabərdir. Yəni burada 3 bölünəcəkdir. MN isə PK-ya bərabərdir. Burada 4-dür. Məndən MYPK 4 bucaqlısının perimetrini istəyir. Buradan nə edəcəm mən? Yazacağım. Baxın, bu 4 bucaqlının perimetrini istəyir məndən. Buna tərəfin biri 6, 3, 4, 6-dır. Bunlara cəmləyəndə eləyəcək nə? 19. 32-ci sualda eyni alternativ sualdır. Burada deməli, bura 2-dirsə, burada 2-dir. Bu 4 deməli, yəni BC 4-sə AD-də 4-dür. AY 7-yə bərabər olduğundan bura 2, bura 2-dir. Bizdən ABCY-nin, yəni baba bu 4 bucaqlının perimetrini istəyir. Təbii ki, 2, 4, 3, 2. Bunları cəmləyəndə olacaq nə? 11. Düzgün cavab olacaq A variantı. 33-cü suala baxırsınız. Perimetri 36, tərəflərdən biri 10 olan düz bucaqlının bir tərəfini tapın. Təbii ki, biz bilirik ki, perimetr 2A üstəgəl B düstur ilə hesablanır. Və tərəflərindən biri 10-dur, perimetr 36-dırsa, 36 bərabərdir 2A üstəgəl B-yə. Buradan A üstəgəl B nəyə bərabərdir gənclər? 18-ə, tərəflərindən biri 10-dursa, digər tərəfin 8 olduğunu deyə bilirik. Eyni qayda ilə 34-cü sual fərqli sualdır, trapesiya sualıdır. 34-cü suala baxırıq. 34-də deyir trapesiyanın orta xətti. Biz bilirik ki, trapesiyanın orta xətti oturacaqlar cəminin yarısına bərabərdir. Yəni orta xətt tərəflərin, yəni hər iki yan tərəfin ortasını birləşdirən xəttə deyilir və oturacaqlar paraleldir. Orta xətt 8-dir. Oturacaqlardan biri 7-dir. Onda bu birisi oturacaq necə olacaq? Bu birisi oturacaq olacaq 9. Bunu mən necə test tapdım? Ümumiyyətcə yada saxlayın. Tutaq ki, bu üstə oturacaq A, orta xətt B, alt oturacaq C-dirsə, bunlar ədədi silsilə həmişə təşkil edir. Yəni, tutaq ki, A-dan B neçə vaid artıbsa, B-dən C-yə o qədər artmalıdır. Həmişə belə olur. Çünki A üstəgəl B bərabərdir, A üstəgəl C bölünsün 2-yə. Yəni, orta xətt oturacaqlar cəminin yarısına bərabərdir. Oradan ədədi silsilə olduğu bilinir. 34-cü sualda dedik ki, oldu cavab 9. Xarici bucağın dərəcə ölçüsü 18 olan düzgün çoxbucaqlı neçə tərəfi var deyir. Burada isə biz 360 18-ə böləcəyik. Çünki cəmi 360 dərəcədir. 360 18-ə bölündə 20 eləyir. 36-cı sualda yenə 360-ı 12-yə bölürük. Eləyəcək 30. Deməli, bu neçə tərəfi var? 30 tərəfi vardır. 37-ci suala keçid alaq. Maraqlı suallardan biri də 37-ci sualdır. Gəlin baxaq 37-yə. 37-də gənclər deyir ki, deməli, MN 9-dur. Perimetrlər cəmini hesablayın. Fikir verin, bura mən bir A desəm, burada bir B desəm. Kvadratlar olduğuna görə bunun perimetri 4A olacaq. Bunun da perimetri 4B olacaq. A üstəgəl B 9-dur. Bu fiqurun perimetrləri cəmi isə 4A üstəgəlsin 4B oldu. Yəni 4 vurulsun A üstəgəl B. O da eləyəcək 4 vur 9. Yəni 36. Düzgün cavab olacaq D variantı. 38-ci suala keçid alaq. 38-ci sualda isə kvadrat verilib gənclər və onun perimetri 16-dır. Perimetri 16-dırsa deməli bir tərəfi neçədir? 4-dür. 16 böldük 4-də, çünki 4 aya bərabərdir. İndi diaqonalını tapaq. Bərabəryanlı düzbucaqlı üçbucaq əmələ gəlib. Əgər tərəfləri 4, yəni katetləri 4-4-dürsə hipotenuz olacaq 4 kök 2. Yəni düzgün cavabımız olacaq D variantı. 39-cu suala keçid alaq gənclər. Perimetri 20 olan kvadratın diaqonalını tapın. Təbii ki, biz bilirik ki, kvadratın tərəfi A-dırsa, diaqonalı A kök 2-dir. Bu da bərabəryanlı düzbucaqlı üçbucağın xassəsindən çıxır. Deməli, perimetri 20-dirsə, tərəfi 5-dir. Onda olacaq diaqonal 5 kök 2. 40-cı suala keçid alaq. 40-cı sualda deməli, düsturu bilməliyik. Diaqonalların sayı 20 olan diaqonallar sayı düsturu n vur n çıx 3 böl 2 ilə tapılır. Çoxbucaqlı da o da 20-yə bərabərdir. Buradan n vur n çıx 3 bərabərdir 40-a. Təbii ki, buradan da n nəyə bərabərdir? 8-ə bərabərdir. Çünki 8 vur 5 nəyə bərabər olur? 40-a bərabər olur. Deməli, düzgün cavab olacaq A variantı. 41-ci suala keçid alaq. 41-ci sualda isə qabarıq çoxbucaqlının diaqonalları sayı 44-dür. Yaxşı.
yenə n vur n çıx 3 bölü 2 bərabərdir nəyə? 44-ə. Buradan n vur n çıx 3 bərabərdir 88-ə. Seçməklə tapıram, n bərabərdir 11-ə. Təbii ki, bunu açıb kvadrat şəklində də həll edə bilərsiniz. Sadəcə olaraq görürsünüz, 11 vurulsun, 11 çıx 3 8, 11 vur 8, 88. Yəni, bunu daha qısa yolla belə tapmaq olar. Deməli, burada da neçə dənə tərəfi oldu? 11 dənə tərəfi oldu. 42-ci suala keçid alaq. 42-ci sualda deyir ki, diaqonalları 16 və 30 olan rombun perimetrini tapın. Baxın, siz bilirsiniz ki, rombun diaqonalları bir-birinə nədir? Perpendikulyardır və yarıya bölünür kəşmə nöqtəsində. Bunu da bilirsiniz. Diaqonallar 16-dırsa, bu isə 8, 8 bölünür. 30 isə 15, 15 bölünür. İndi buradan Pifaqor teoremi tapıb, yəni tətbiq edib bu x tapacam. X-in kvadratı bərabərdir 15-in kvadratı üstə gəlsin 8-in kvadratına. Buradan x kvadratı bərabərdir 225 üstə 64, yəni 289-a. X də bərabərdir 17-yə. Tərəf 17-dirsə, perimetr nəyə bərabərdir gənclər? 17 vur 4-ə. Çünki rombun bütün tərəfləri bir-birinə bərabərdir. 17-ni də 4-ə vuranda eləyəcək 68. Düzgün cavab olacaq B variantı. 43-cü suala keçid alırıq. 43-cü sualda isə deyir ki, bizə qabarıq 8 bucaqlının daxili bucaqlarının cəmi. Ümumiyyətcə, ixtiyari n bucaqlının daxili bucaqlarının cəmi 180 vur n çıx 2 düsturlu hesablanır. 8 bucaqlıdırsa 180-i vuracağam 8 çıx 2-yə, yəni 180-i vuracağam 6-ya. 18-i 6-ya vuranda eləyir 108, 1-0 dartan 1080. Deməli, cavab olacaq B variantı. 44-cü sualda eyni sualdır, oxşar tipli sualdır. Qabarıq 12 bucaqlının deyir, daxili bucaqlarının cəmini tapın. 180-i vuracam, 12 çıx 2-yə, yəni 1800 edəcəkdir. Cavab olacaq 1800, yəni A variantı. 45-ci sualda isə düzbucaqlı trapesiyanın ən kiçik bucağı 38 dərəcədir. 45-ci sualda düzbucaqlı trapesiyanın ən kiçik bucağı. Bax, burada ən kiçik bucaq bu bucaq sayılır. Baxın, gənclər. Bu neçə dərəcədir? 38 dərəcədir. Bura olsa 90, burada 90-dır. Biz bilirik ki, burada yəni C hərfi əmələ gəlir. Yəni C hərfi əmələ gəlirsə, burada bu bucaqların cəmi, yəni daxili bir tərəfli bucaqlardır da. Bunların cəmi 180-dir. Demək, 180-dən 38 çıxmalıyam. Və yaxud da 4 bucaqlının daxili bucaqlarının cəmi 180-dir. 360-da üzr istəyirəm. 90 bura, 90 bura 180. Bu ikisinin cəmi də olacaq 180. Buradan da baxa bilərsiniz. Yəni istənilən kimi baxa bilərsiniz də, yəni ağlınıza hansı variant gəlirsə o variantdan baxın. Deməli 180-dən də çıxanda 38 nə qalacaq gənclər? 142 qalacaq. Deməli düzgün cavab olacaq C variantı. 46-cı suala keçid alırıq. 46-da nə deyir gənclər bizə? Deyir ki, paralleloqram verilib. Baxın, paralleloqram verilib ABC-də. Biz bilirik ki, paralleloqramın qarşı bucaqları bir-birinə bərabərdir. Bir tərəfə bitişik bucaqların cəmi isə 180 dərəcədir. Fikir verin B ilə D. B ilə D təbii ki, qarşı bucaqlardır. Qarşı bucaqlar bir-birinə bərabərdir. Yəni ikisi də kordur. Deməli, onu mən yazmalıyam tənliyi belə. 5x üstəgəl 20 bərabərdir. 7x çıxılsın 20-yə. Buradan 2x bərabərdir 40-a. X bərabərdir 20-yə. Yaxşı. X-i 20 tapdım mən. Gözəl. X 20-dirsə mənim axı B bucağım 5x plus 20-dir. Deməli 5 dəfə 20, 100 də 20, 120. Deməli B bucağı 120. B bucağı 120-dirsə C nə qalacaq? 60 dərəcə qalacaq. Çünki biz bilirik ki, bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcədir. 47-yə baxırıq gənclər. 47-ci sualda deməlidir, bir təpədən çıxan diaqonalların sayı. Bir təpədən çıxan diaqonalların sayı n çıx 3-ünə hesablanır, 25-dir. N nəyə bərabərdir? 28-ə. Bizdən bunu soruşurdu ki, neçə tərəf var? 28 tərəfi var. 48-ci suala baxın gənclər. 48-ci sualda isə trapesiyanın böyük oturacağı 20-dir. Gəlin baxaq. Böyük oturacağımız 20. Orta xəttimiz 16. Kiçik oturacağı istəyir. Baxın, bayaq dedim, bunlar yəni bərabər artımdan olmalıdır. 16-dan 20-yə atılıbsa, deməli, burada 12-dən 16 olmalıdır. Yəni 20 16-dan 4 vaid böyüksə, 16 da bu üst oturacaqdan 4 vaid böyük olmalıdır. 12 düzgün cavab olacaq C variantı. Və yaxud da elə dediyim kimi, üst oturacaqla alt oturacağının cəminin yarısı 16-nı verməlidir. Belə də tapa bilərsiniz. 49-cu suala keçid alırıq gənclər. 49-da da trapesiyanın kiçik oturacağı baxın 8-dir. Orta xəttdə 14-dür. 8-dən 14-də 6 artıbsa, 14-dən də 6 artanda 20. Deməli,
B oturacaq olacaq 20. 50-ci suala keçid alırıq gənclər. 50-ci sualda maraqlı sualdır. 50-ci sualda nə edirik deməli? Trapesiya verilib gördüyünüz kimi. Və bura B-dir, bura C-dir, bura isə A-dır. Deməli, biz bilirik ki, orta xətt oturacaqlar cəminin yarısıdır. Düzdürmü? Buradan A üstəgəl B nəyə bərabər olacaq? 2C-yə. Bunu aldıq. Bu bərabərlik bizə lazım idi. İndi mənə verib ki, aşağıda 2 misalın özünə verib görürsünüz. 2A üstəgəlsin 2B çıx C bərabərdir 15-ə. Mən A üstəgəl B-nin yerinə 2C qoysam, 2 vurulsun A üstəgəl B, yəni 2C çıx C bərabərdir 15-ə. 4C çıx C eləyəcəyinə 3C. 3C 15-də gənclər, C nəyə bərabərdir? 5-ə. Buradan bizdən C-ni istəyirdi, C-nin 5 olduğunu tapdıq. 51-ci suala keçid alırıq gənclər. 51-ci sualda A üstəgəl B çıx C bərabərdir 5 verilib. Biz bilirik ki, A üstəgəl B bölü C, A üstəgəl B bölü 2 bərabərdir C. Yəni, orta xətt oturacaqlar cəminin yarısıdır. Buradan A üstəgəl B nəyə bərabərdir? 2C-yə. Bunu gətirib, bax, bu ifadədə A üstəgəl B-nin 2C-yə bərabərliyini yuxarıda qoyuram. Yerinə olur 2C çıx C bərabərdir 5. C nəyə bərabərdir buradan? 5-ə bərabərdir. Düzgün cavab oldu D variantı. 52-ci suala keçid alırıq. 52-ci sualda isə gözəl gənclər, nəyə baxmalıyıq? Bizə deyir ki, iti bucağı, kör bucağının 3 dəfə kiçik olan bərabəryanlı trapesiya. Biz bilirik ki, bərabəryanlı trapesiyada ümumiyyətlə trapesiyada bir tərəfə bitişik bucaqların cəmi, yan tərəfə bitişik bucaqların cəmi daha doğrusu 180 dərəcədir. Bərabəryanlıda isə fərqi yoxdur hər iki yan tərəfdə. Yəni bucaqlar bərabərdir, oturacaq bitişik bucaqlar bərabərdir. Ona görə burada bir digərini 3 dəfə kiçiksə bir yan tərəfi götürmək kifayətdir. 180-ə bərabərdir. Şəkli çəkin, buradan göstərim sizə tam görəsiz. Bura 3x-dir, bura isə x-dir. 4x 180-dir gənclər. X nəyə bərabərdir? 45 dərəcəyə. İti bucağı 45-dir, kör bucağı da olacaq 3 vur 45, yəni 135 dərəcə. 53-cü suala keçid alırıq. 53-cü sualda isə deyir ki, iti bucağı kör bucağından 5 dəfə kiçik olan x üstəgəlsin 5x bərabərdir 180-ə. Buradan x bərabərdir 30 dərəcəyə. Deməli, iti bucağı 30-sa, kör bucaq olacaq 150 dərəcə. 54-cü suala baxaq. Perimetri 40 tərəflərindən biri o birindən 3 dəfə böyük olan. 54-cü suala, deməli, biri x-li tərəfin, o birisi 3x-dir. 3 dəfə böyükdür tərəfin bir digərindən. Vurulsun 2, yəni A üstəgəl B vur 2 bərabərdir perimetri, yəni 40-a. Buradan 4x, 40-ı da bölürəm 2-yə, 20-yə bərabərdir. X nəyə bərabərdir? 5-ə. Deməli, tərəfin biri 5, digəri isə 15-dir. Yəni, düzgün cavab olacaq B variantı. Getdik 55-ci suala. Perimetri 48 tərəflərindən biri o birindən 6 cm böyük olan. Deməli, tərəfin biri x, digəri isə x üstəgəl 6-dır. Bunların hasilinin 2 misli, yəni x üstəgəlsin x plus 6 vur 2 bərabərdir. Nəyə gənclər? 48-ə. Buradan 2x üstəgəl 6 bərabərdir 24-ə. 2x bərabərdir 18-ə. X nəyə bərabərdir? 9-a. Deməli, bunun bir tərəfi 9, digər tərəfi 15-dir. Düzgün cavab olacaq Y variantı. 56-cı suala keçid alırıq. 56-cı sualda isə gördüyünüz kimi 6 bucaqlıdır, perimetri 40-dır. Bu 6 bucaqlının tərəfləri cəmi 4x üstəgəlsin 4y-dir gördüyünüz kimi. 4x üstəgəl y şəklində yazıram. Bu da 40-dırsa, x plus y buradan nəyə bərabərdir? 10-a bərabərdir. Növbəti sualımız olacaq 57-ci sual. X üstəgəl y 2-dir. Bu zaman perimetri istəyir. Yenə perimetri buradan 4x plus y-dir. X plus y 2-dirsə 4-də 2-yə vuranda olacaq 8. Düzgün cavab olacaq D variantı. 58-ci suala keçid alırıq gənclər. 58-də isə deyir ki, perimetri 42-dir. Eni uzunluğunun 7-də 3 hissəsidir. Baxın, enə 3K deyirəm. Uzunluğa isə 7K deyirəm. Çünki bir digərinin 7-də 3 hissəsidir deyir. Və bunun perimetri 42-dir. Yəni 2 vurulsun 3K üstəgəlsin 7K bərabərdir nəyə? 42-yə. Buradan 10K bərabərdir 21-ə. K nəyə bərabərdir? 2 onda 1-ə. K 2 onda 1 isə deməli n olacaq 6 onda 3. Uzunluq olacaq 14 onda 7. 6 onda 3, 14 onda 7. B variantı. 59-cu sualda eyni sualdır gənclər. Burada da deməli n-ə 2K, uzunluğa 5K deyirik və perimetri 21-dirsə yazırıq ki, 2K üstəgəl 5K vurulsun 2 bərabərdir 21-ə. 7K bərabərdir 21 2-yə bölündə 10,5. K da bərabərdir 1,5-ə. K-mız 1,5 isə deməli n olacaq 3. Uzunluq da olacaq 5 vur 1,5 7,5.
3 və 7/5. Deməli, hansı variant oldu? Y variantı oldu. 60-cı suala keçid alırıq. Gördüyünüz kimi burada ADB. Bura 75 dərəcədir uşaqlar. Bura 75 isə diagonal tam böləndir. Burada 75 olacaq. Deməli, kör bucaq 150-dir. Onda iti bucaq neçə dərəcə olacaq? 30 dərəcə. Və AB 5-dirsə, təbii ki, BC də 5-dir. Hamısı 5-dir. Yəni nəyə görə? Çünki bu rombdur. Rombun bütün tərəfləri bərabərdir. BF hündürlüyünü istəyir. 30 dərəcəli bucaq qarşısındakı katet, düz bucaq bucağın xassəsindən istifadə edirəm. BC-nin, yəni 5-in yarısına bərabərdir. O da olacaq 2,5 sm. Şəklin üzərində işlədik. 61-ci suala keçid alaq. Hündürlüyü 3,5-dir. Buradan bura 3,5-dir. Yəni BY hündürlüyü 3,5-dir. BDS bura 75-dir uşaqlar. Avtomatik olaraq burada 75-dir. Yenə buradan çıxdı ki, bizim kör bucağımız 150 dərəcədir. Onda iti bucağımız 30 dərəcə olacaq. 30-un qabağındakı BY kateti hipotenuzun yarısıdır. Yəni hipotenuz 7-dir. Hipotenuz 7-dirsə, elə bizdən tərəfi istəyirdi. Perimetr istəsəydi 4-ə vuracaqdım. 62-ci suala keçid alırıq. Paralelogramın tərəflərinin uzunluğu 3 və 5-dir. Aha, 62-ci sual. Mən bunu həmişə şagirdlərimə deyirəm. Paralelogramın iti bucağının tən böləni qarşı tərəfdən yan tərəfə bərabər parça ayırır. Bax, bura alfa alfadır. Diqqətli olun, izahını verirəm. Burada da zigzag qaydasına bir baxın. Z qaydası var burada. Deməli, burada alfa olacaq. Fikir verin. 2 bərabər bucaq alındı. Deməli, bu tərəf bu tərəfə bərabər. Yəni, bura A-dırsa, burada avtomatik olaraq A-dır. İndi bizdə tərəflərin uzunluğu 3 ilə 5-dir. Yəni, bu hissə 3-dür. Yəni, A 3-dür. Bura 3-dürsə avtomatik. Burada 3 olacaq. Digər tərəf 5 olduğundan bu hissəyə nə qalır? 2 qalır. Yəni 5 3 ilə 2-yə bölündü. Düzgün cavab olacaq Y variantı. Avtomatik olaraq 63-cü sualı da bu qayda ilə həll edə bilərsiniz. 63-cü sualda deməli deyir ki, yəni perimetri üzr istəyirəm, tərəfləri 4 ilə 7-dir. Yaxşı, 4 ilə 7-dirsə yenə buradan 4 buradırsa 4 bura olacaq, 3 də bura olacaq. Çünki iti bucağın tən böləni qarşı tərəfdən yan tərəfə bərabər parça ayırır. 64-cü suala baxın. 64-cü suala deyir perimetri 12 olan düz bucaqlının bir tərəfi digərindən 2 dəfə böyükdür. Bu da rahat sualdır. X plus 2x vurulsun 2. Çünki A üstəgəl B vur 2-dir. Perimetri 12-dir. 3x bərabərdir 6-ya. X bərabərdir 2-yə. X 2-dirsə kiçik tərəf 2-dir. Böyük tərəf isə 4-dür. Deməli, düzgün cavabımız olacaq A variantı. 65-ci sualda isə perimetri 16 olan düzbucağın bir tərəfi digərindən 3 dəfə böyükdür. Yenə eyni tip sualdır. Deməli, x üstəgəl 3x bərabərdir 8-ə. Yəni, hasilin kimisi 16-dırsa, cəmləri 8-dir. X 2-dir yenə. Kiçik tərəfi 2, böyük tərəfi isə 6-dır. Bizdən böyük tərəf istəyirdi. Böyük tərəfimizin 6 olduğunu tapdıq. 66-cı suala baxın. Maraqlı sualdır 66-cı sual. Deyir ki, kör bucağı 120 olan rombun tərəfi. Rombu böyürsə çəkəcəm. Deməli, kör bucağı 120-dir. Bura 120 dərəcədir. Tərəf 36-dır. Yaxşı, 36, 36, 36. Mənə deyir ki, kör bucaq təpəsindən qarşı tərəfə endirilmiş hündürlük, bax bu hündürlük onu 2 hissəyə ayırır və o hissələrin uzunluğunu tapın. Mən buradan bilən belə diagonal çəksəm, gənclər, baxın, bura diagonal çəksəm, biz bilirik ki, bunun, yəni kör bucağı 120-dir, iti bucağı neçədir? 60-dır. İti bucağı 60-dırsa, gənclər, bu 36, 36-dan görə burada 60, 60 oldu. Yəni, bir şey qaydanı deyim sizə, iti bucaq 60 dərəcəyə bərabər olan rombun kiçik diagonalı tərəfə bərabərdir. Yəni, bu hissədə 36-dır, gənclər. Bizim bu diagonalımız 36-dır. Bərabər yanlış bucaq alındım buradan. Buradan çəkilən hündürlük ondan olacaq, həm də median olacaq. Təbii ki, rombun bütün tərəfləri bir-birinə bərabərdir. Yəni, burada 36-dır. O da 2 bərabər hissəyə bölünəcək. Necə? 18, 18. Düzgün cavab olacaq Y variantı. 67-ci suala keçid alaq. 67-ci sualda isə romb verilib və rombun diagonalları verilib. Rombun diagonalları gənclər 10 və 24-dür. Deməli, bura 5, 5 bölündü. O birisi isə 12, 12 bölündü. Çünki diagonal kəsmə nöqtəsinin yarıya bölünür. Burada düz bucaqlı üç bucaq alınıb. Katetləri 5 və 12-dir. Hipotenuz olacaq 13. Hipotenuz 13-dürsə perimetr olacaq 13 vur 4, yəni 52. Düzgün cavabımız olacaq A variantı. 68-ci suala keçid alırıq. 68-ci suala deyir ki, paralelogramın deməli ABS paralelogram verilib. Şəklini çəkirəm, bucaqları görəsiz deyə. A ilə C bucaqları görürsünüz, qarşı bucaqlardır. Qarşı bucaqlar bir-birinə nədir? Bərabərdir. Yəni 3x plus 20 bərabərdir 5x çıx 20-yə. Buradan 2x bərabərdir 40-a, x bərabərdir 20-yə.
Düzdürmü? Yaxşı. X 20-dirsə, deməli A da 80-dir, C də 80-dir. Onda B ilə D nə olacaq? 100 dərəcə olacaq. Çünki bunların cəmi 180 dərəcə olmalıdır. Gəldik 69-cu suala keçdik. 69-cu suala deyir ki, bərabəryanlı trapesiyanın körbucaq təpəsindən çəkilmiş hündürlüyü, bərabəryanlı trapesiyadır gənclər. Körbucaq təpəsindən çəkilmiş hündürlük böyük oturacağı 8-in 13-ə bölür. Yaxşı, 8 bura, 13 buradır. Deyir ki, orta xəttin uzunluğunu tapın. Yaxşı. Baxın, bunun isbatını verəcəm sizə. Buradan bura 8 isə, buradan bura 8-dir. Buradan bura nə qalır? 5 qalır. Burada 5-dir. Deməli, böyük oturacaq 21, kiçik oturacaq 5, 21 üstə gəlib 5 bölünsün 2 eləyəcək 13. Bu, bunun elə bir ki, hardan alındığıdır. Amma qısa bir şey deyim sizə. Bərabəryanlı trapesiyada yadda saxlayın. Bərabəryanlı trapesiyada orta xətt elə, baxın. Orta xətt. Yəni, bu hissəyə bərabərdir. Bu hissəyə bərabərdir orta xətt. Yəni, bu hissə elə orta xəttdir. Bax, bu hissə. Gördüyünüz bərabəryanlı trapesiyada ancaq. Hündürlük çəkilibsə, fərqi yoxdur. Sağdan və ya soldan orta xətt elə ora bərabərdir. Yəni, bunu birbaşa da deyə bilərdim. Gəldik 70-ci suala gənclər. 70-ci sualda nəyə baxırıq? 70-ci sualda deməli bizə verib ki, bərabəryanlı trapesiya hündürlüyü yan tərəflə 45 dərəcə əmələ gətirir. Yaxşı, bərabəryanlı trapesiya verilib və yan tərəf oturacaqla 45 dərəcə buzaq əmələ gətirir. Yaxşı, 45 bura, 45 buradır. Trapesiyanın hündürlüyü 8-dir. Yaxşı, buradan bir dənə 8 çəksəm gənclər, 45, 45, 93 buzaq əmələ gəlir. Bura 8 isə, burada 8. Avtomatik buradan bir dənə belə hündürlük çəksəm, buradan da 8 ayıracaq. Çünki bərabəryanlı trapesiyada hissələr bərabər olacaq. Orta xətti isə 18-dir. Yaxşı, onda bu hissə 10 olacaq. Bayaq dedim axı, bərabəryanlı trapesiyada orta xətt elə bu hissəyə bərabərdir. Onda burada olacaq 10. Çünki burada düz buzaqlar əmələ gəlib. Deməli, kiçik oturacağımız 10-dur. Böyük oturacağımız isə oldu. Neçə? 26. 10 və 26. Düzgün cavab olacaq. Y variantı. 71-ci suala keçid alırıq. Bərabəryanlı trapesiyanın yan tərəflərindən birinə bitişik buzaqların fərqi. Okey. 71. Bucaqların fərqi 40-dır uşaqlar. Cəmi də olacaq nə? 180. Çünki biz bilirik ki, yan tərəfə bitişik bucaqların cəmi 180 dərəcə trapesiyada bayaq demişdim. Alt-alta toplasaq 2x bərabərdir 220-yə. X 110-dur. Deməli, böyük bucaq 110, kiçik bucaq neçə olacaq? 70 dərəcə olacaq. Biz də böyük istəyirdik. Böyüyü də tapdıq. 110 dərəcədir. Bunu başqa cür tapmaq olardı. Birinə x, birinə x üstü gəl 40 deyib, cəmini 180-ə bərabərləyib bir məchullu tənliklə də həll etmək olardı. Bu sizin ixtiyarınıza buraxılır. Necə istəyirsiniz o şəkildə həll edə bilərsiniz. Bir tərəf o birindən 3 dəfə böyük. Deməli, bir tərəf x, digəri 3x-dir. Perimetri isə 20-dir. Yəni, vur 2 bərabərdir 20-yə. 4x bərabərdir 10-a. X bərabərdir 2,5-ə. Deyir ki, böyük tərəfin uzunluğunu tapın. Okey. 2,5-də vuracam 3-ə, eləyəcək nə? 7,5. Deməli, düzgün cavabımız olacaq 7,5. Gəldik 73-cü suala. Bucaq 1 ilə bucaq 3-ün cəmi 60, bucaq 4 ilə bucaq 2-nin cəmi 150 olarsa, bucaq 1-in dərəcə ölçüsünü tapın deyir. Mən buradan bilirəm ki, ABD üçbucaqdır. Düzdürmü? 73-cü suala baxıram. Bu üç bucağın 3 dənə daxili bucağın cəmi 180-dir. Yəni, bu ifadələri alt-alta toplasam, bax, bir dənə fikir verin, bunları alt-alta toplasam, yəni, bucaq 1 üstə gəlinsin, bucaq 3 üstə gəlinsin, bucaq 2 üstə gəlinsin, bucaq 4. Bərabər nəyə? 60 plus 150-yə, yəni 210-a. İndi bucaq 1, bucaq 2, bucaq 3-ün cəmi 180-dir. Nəyə görə? Çünki 3 bucağın daxili bucaqların cəmi. 180 üstə gəlinsin, bucaq 4 bərabərdir 210-a, bucaq 4 bərabərdir 30 dərəcə. Yəni, bucaq 4-ün 30 dərəcə olduğunu bildim. Bucaq 1-i tapmağa nə var? 4 ilə 1 qarşılıqlı bucaqlardır. Deməli, qarşı bucaqlardır paralleloqramda. Bunlar da bir-birinə nədir? Bərabərdir. 74-cü suala keçid alırıq. 74-cü sualda isə bizə deyir ki, düzbucaqlının uzunluğu 24, diaqonalı isə 30-dur. Təbii ki, burada Pifaqor teoremini tətbiq edəcəyik. 30 bura, 24 buradırsa, n-ə nə qalır uşaqlar? 3, 4, 5 3 bucağından gedəcəm. Yəni, buna 3k, daha doğrusu 4k buna deyəcəm. Baxın. Deməli, 24-ə 4k deyəcəm. Bura 5k olacaq. Yəni, k 6-dır. Burada olacaq 18. 3k-dır. Burada olacaq 18.
Yəni Pifaqordan 30-un kvadratından çıxıb 24-ün kvadratından çıxıb tapa bilərsiniz. Daha qısa yolla tapdıq biz. Nə olacaq 18. Gəldik 75-ci suala keçid aldıq. 75-ci sualda deyir ki, ABS kvadratdır. Lap yaxşı. AD D-yə bərabərdir. Gözəl. Burada 20 dərəcə olacaq onda. Bizə deyir KDY-ni. KDY-ni tapmaq üçün mən nə etməliyəm gənclər? Yaxşı. Bura 20, baxın, bura 20, bura 20. Bu ümumi bucaq neçə olacaq? 140 dərəcə. 140-dan 90-ı çıxanda, çünki bu hissə 90-da qalacaq 50 dərəcə. Yəni KDY olacaq 50 dərəcə. 76-cı suala keçid alırıq. Düzbucaqlı diaqonallar 60 dərəcəli bucaq altına kəsişirlər. Yaxşı, diaqonallar 60 dərəcə bucaq altına kəsişirsə gənclər, baxın bura. 60 buradırsa, bu tərəfdə bu tərəfə bərabər olduğundan burada 60, 60 oldu. Yəni bərabər tərəfli üçbucaq alındı. Deyir ki, buradan belə bir şey var. Deməli, bura A-dırsa, burada A-dır, burada A-dır. Avtomatik burada A-dır. Yəni kiçik tərəf A-dır, diaqonalı 2A-dır. Düzbucaqlının deyir, diaqonalla kiçik tərəfin cəmi 24-dür. Yəni A üstə gəlinsin 2A 24-dür. A nəyə bərabərdir uşaqlar? 8-ə bərabərdir. Deməli kiçik tərəfimiz oldu 8. 77-ci sualda eynidir. Yəni yenə A üstə gəlinsin 2A-ya 36 deyirəm. 3A bərabərdir 36. A 12-dir. Bizdən diaqonal istəyir. Diaqonal 2A olduğuna görə olacaq 24. 78-ci suala keçid alırıq. Gördüyünüz kimi kvadrat verilmişdir. AYS 120 dərəcədir. Yaxşı, ora 120 isə bura nə qalır? 60 qalır. Bura 90-dır, bura 30 qalır. Diaqonalla kvadratda 45-45 ayırdığına görə, yəni diaqonal tərəflə 45 əmələ gətirib, bu hissə, bu gördüyünüz bucaq ASY olacaq 15 dərəcə. Çünki bura 30-dur, 30-un 15-in cəmi 45 olmalıdır. Bura olacaq neçə? 15 dərəcə. Gəldik 79-cu suala. Yenə kvadrat verilibdir. AYS 115 dərəcədir. Bura qalır neçə dərəcə? 65 dərəcə. 65, bura 90 buradırsa. Bura neçə olacaq? 15 dərəcə. Üzr istəyirəm, 25 dərəcə. Bura 25 isə deməli bura nə qalır? 20 dərəcə qalır ki 45 olsun. Deməli bura oldu 20 dərəcə. Gəldik 80-ci suala. O nöqtəsi ABCD rombunun diaqonallarının kəşmə nöqtəsidir. AO 6, BO 8-dir. Bura 6, bura 8-dir. Avtomatik burada Pifaqora görə tərəf 10-dur. Deməli tərəf 10-dursa rombun perimetri olacaq 4A, yəni 40 olacaq. Gəldik 81-ci suala. Deyir ki, ABCD düzbucaqlı trapeziyasında BS 5-dir. Yaxşı, bura 5-dir. AD 7-dir. Yaxşı, buradan avtomatik mən hündürlük çəksəm, gördüyünüz kimi. Bu 7 olacaq, bura 5, bura olacaq 2. Burada 45, 45, 93 buzağıdır. Hündürlük çəkmişəm axı buradan. Deməli, onda burada hündürlük də 2-dir. Bizdən nə istəyir? AB-ni istəyir. Hündürlük 2 isə AB düzbucaqlı trapesiya olduğuna görə hündürlüyə bərabərdir. 2 sm-dir. 82-ci suala keçid alırıq. ABCD düzbucaqlı trapesiyasında AB 3-dür, bura 3-dür. AD 7-dir. Buradan yenə bir hündürlük çəkirəm uşaqlar. Burada 3-dür. Avtomatik buradan 45, 45, 93 bucaq əmələ gəlir. 3 buradırsa 3 də buradır. AD 7 idisə bura nə qalır? 4 qalır. Çünki cəmi 7 idi. Onda BC də olacaq 4. Davam eləyək 83-cü suala keçid alırıq. AB 7, CD 4-dür. Yaxşı, mən buna M, bu hissəyə N deyirəm. Bu hissəyə A, bu hissəyə isə B deyirəm. Bu düzbucağlının perimetri təbii ki, bunun perimetri 2A üstə gəl 2N-dir. Yəni 2 vurulsun A üstə gəl N-dir. O birisinin perimetri, yəni bunun perimetri isə 2 vurulsun B üstə gəl M-dir. Bunlar açanda olacaq 2A, 2N, 2B, 2M. İsbatını verirəm sadəcə. Deməli, A ilə B-ni bir qruplaşdırsaq 2A üstə gəl B, üstə gəlinsin 2M üstə gəl N olduğunu tapırıq buradan. Təbii ki, A üstə gəl B, CD-dir bizdə, yəni 4-dür. Onda yazacağım 2 vurulsun 4, 8 üstə gəlinsin. M plus N-dəki AB-dir, yəni 7-dir. 2 vur 7 də 14. 8 ilə 14-ün cəmi olacaq 22. Deməli, perimetrimiz olacaq 22. Perimetri cəmimiz daha doğrusu. 84-cü suala keçid alırıq. AB 17, BC isə 15-dir. Bizə deyir fiqurun perimetrini hesablayın. Baxın uşaqlar, burada köçürmə eləyəcəm. Diqqətli baxın. Bunu bura aşağı bu hissəyə köçürsəm, bunu sağa,
bunu sağa, bunu da aşağı götürsəm, gördüyünüz kimi düz bucaqlı əmələ gəlir və tərəfi 17-15 olan düz bucaqlı olur və bunda perimetri olacaq 2 vurulsun 17 üstə gəlsin 15. Yəni 2 vurulsun 32 olacaq 64. Gəldik 85-ci suala. Çox maraqlı bir sualdır. Deməli, perimetri 30 olan poliqramın bucaqlarının təm bölənləri qarşı tərəf üzərinə kəsişir. Bu sualı mən yenə şagirdlərimə deyirəm həmişə bu məsələ tipini. Deməli, poliqramın əgər iti buzağının təm bölənləri qarşı tərəf üzərinə kəsişirsə, gənclər, burada kəsişirsə, deməli, baxın, fərqi yoxdur. İstənilən poliqramda iti buzaqların təm bölənləri qarşı tərəf üzərinə kəsişirsə, qarşı tərəfi 2 bərabər hissəyə ayırır. Yəni, bura A-dırsa, burada A-dır, burada A-dır. Yəni, kiçik tərəf böyük tərəfdən 2 dəfə kiçik olur və böyük tərəf 2 bərabər hissəyə ayrılır. İndi bunun perimetri 30-dursa, gənclər, burada A-dır, bura olacaq 2A. Yəni, perimetri burada neçə A-dır? 6A. 6A 30-dur. A nəyə bərabərdir? 5-ə bərabərdir. İkisi tərəfimiz oldu 5. 86-cı sualda alternativ sualdır. Yəni, rəqəmlər sadəcə fərqlidir. Perimetri 24-dür. Yəni, bucaqların təm bölənləri qarşı tərəf üzərinə kəsişibsə, dediyim kimi, yenə tərəflər A, 2A olacaq və burada perimetri 24 isə 3A bərabərdir 12, A 4-dür, böyük tərəf olacaq 8. Çünki 2A-dır. Gəldik 87-ci suala. Bir müstəvi üzərinə verilmiş ABCD və BCFY poliqramları konqurentdir. BAY 70-dir. BAY. Buranı 70 veribsə, gənclər, bura nə qalır? 20 qalır. Çünki bura 90 dərəcədir. Bizə deyir ki, ADC bucağını tap. Gördüyünüz kimi bu poliqramdır. Bax, bu poliqramdır. Bura 20-dirsə, bura nə qalacaq? 160 dərəcə qalacaq. Deməli, ADC 160 dərəcədir. 88 də bunun kimidir. YAB 40 dərəcədir. Bura 40-dırsa, bura nə qalır? 50 qalır. Yenə ADC, BCF istəyir bu dəfə. BCF də olacaq. Aha, BCF. Fərqi yoxdur. Burada 50-dir. Avtomatik burada 50-dir. Çünki bərabərdirlər bunlar. Konqurent fiqurlardılar ona görə. Olacaq 50 dərəcə. Gəldik 89-cu suala. Orta xətti 6, yan tərəfləri 8 olan bərabəryanlı trapesiyanın perimetrini tapın. Təbii ki, şəkli çəkirəm görməyiniz üçün. Bərabəryanlı trapesiyanın yan tərəfləri 8, 8-dir. Orta xətti 6-dır. Orta xətt nə deməkdir? A üstə gəl B-nin yarısı deməkdir. Yəni, orta xətt 6-dırsa, A üstə gəl B 12-dir. Çünki demiş orta xətt oturacaqlar cəmli yarısı. Ona perimetri nə olacaq? Perimetri olacaq 12 üstə gəl 8 üstə gəl 8. Yəni 28. Perimetrimiz oldu 28 cm. 90-cı suala baxırıq. Orta xətti 8, yan tərəfləri 12-dir. Yenə 16 üstə gəl 12 üstə gəl 12 olacaq. Niyə 16? Çünki orta xətt 8 isə oturacaqlar cəmi 16-dır. Bu da olacaq 40 cm. 24 plus 16, bəli. 91-ə baxırıq. Daxili bucaqların cəmi 1800 olan. Daxili bucaqların cəmi 1800 isə, yəni 180 vur n çıx 2 1800-dür deməkdir. N çıx 2 10-dur. N nəyə bərabərdir buradan? 12-yə bərabərdir. Tərəf sayı 12-dirsə, diagonallar sayı olacaq. N vur n çıx 3 böl 2 düsturu ilə. Yəni 12 vur 9 böl 2. 12-dən 2-nin 6. 6 dəfə 9 54. Deməli 54 dənə diagonalı var. 92 də bu qayda olacaq. 92-də deməli tərəf sayı olacaq 180 vur n çıx 2 ilə yazsaq 180 vur n çıx 2 bərabərdir 3600, n çıx 2 20-dir, n 22-dir. Burada isə n 22-dir gənclər. N-imiz 22-dir. Bu sualda 22-dirsə gənclər, diagonal sayı olacaq 22 vur 19 böl 2. 11-də 19-a vuranda 209 eləyəcək. Davam eləyək gənclər. 93-cü suala keçid alırıq. BS 2-dir. Bura 2-dirsə avtomatik, burada 2-dir. AD 5-dir. AD 5 isə bura 3 qalır. 45, 45, 93 buzağına görə. Bura 45, bura 90. Yuxarı 45 qalır. Deməli, hündürlükdə nəyə bərabərdir? 3-ə bərabərdir. Nəyə görə? Çünki bu 3 bucaq bərabəryanlı düz bucaqlı 3 bucaqdır. Bizdən SK-nı istəyirdi. SK ilə AB-yə bərabərdir. Yəni 3-dür. Getdik. 94-cü suala baxırıq. BS 3-dür. AD 5-dir. BS 3 isə gənclər, burada 3-dür. Bura qalır 2. Onda avtomatik bura 2 olacaq. Nəyə görə? 45, 45, 93 buzağına görə. Gəldik 95-ci suala. Bərabəryanlı trapesiyanın kör bucaq nöqtəsinə çəkilmiş hündürlüyü. Baxın, yenə trapesiya verib. Trapesiyanın deməli bərabəryanlı olduğunu verib və bərabəryanlı trapesiyanın kör bucaq təpəsindən, təpə nöqtəsindən çəkilmiş hündürlüyü böyük oturacağı 7-nin 5-ə.
Yaxşı. Buradan bir dənə belə bir hündürlük çəkib 7 buradır, 5 də buradır. Deyir ki, trapeziyanın orta xəttinin uzunluğunu tapın. Təbii ki, orta xəttin uzunluğu bayaq dedim ki, bərabərli trapeziyada bu hissəyə bərabərdir. Yəni 7-yə bərabərdir. Buna həll eləməyə ehtiyac yox. 96-cı suala baxırıq. ABCD paralleloqramının BC tərəfi üzərində M nöqtəsi götürülmüşdür. Yaxşı, bura A, bura A deyirəm, bura B deyirəm, burada B deyirəm. Aha. Bura isə paralleloqram olduğuna görə A üstə gəl B-dir. Burada A-dır. Qarşı tərəflər bərabərdir. ABCD-yə bərabərdir. AD isə BC-yə bərabərdir. Qeyd eləmişəm verilənləri. AD 16-dır. Yəni A üstə gəl B 16-dır. Perimetr MDC. Yəni 2B plus A plus 2B bərabərdir 28-ə. Həmçinin A plus B nəyə bərabərdir gənclər? 16-ya onu da verib. Deməli, alt-alta çıxsam bunları, B nəyə bərabərdir? 12-yə. B 12-dir, qutardı getdi də mən. B-ni də bilirəm. A-nı da bilirəm. A-mızdakı 4-dür. Yaxşı, mənə perimetrini istəyir. Perimetri isə olacaq 2A, 4A plus 2B. Deməli, perimetrimiz nəyə bərabərdir? 4A üstə gəlsin, 2B-yə bərabərdir. Düzdürmü? Düzdür. Çünki ABCD-nin perimetrini istəyir bizdən. Buradan A-mız 4-dür. 4 vur 4, 16 üstə gəlinsin. B-miz 12-dir. 2 vur 12, 24. 16 üstə gəl, 24. Eləyəcək 40. Deməli, perimetrimiz olacaq 40 cm. Gəldik 97-yə. 97-də də yenə X buradır, Y buradır, Y də buradır. Eyni qayda ilə yenə də CM MD-yə bərabərdir. Y 7-dir uşaqlar, Y 7-dir. Perimetr MDC isə 18-dir. Yaxşı. Bayaqları mən düzümü götürdüm. BC-ni vermişdi. Yoxsa bayaqki misal fərqli idi. Deməli, bu daha rahat olacaq. MDC-nin perimetri, yəni 2Y üstə gəlsin, X 18-dir. X buradan 4-dür. X 4, Y-imiz 7-dir. Aparıb yerinə qoyub perimetrini tapa bilərsiniz. 98-ci suala keçid alırıq. ABC üçbucağında AB 7-dir. AY 2-dir. Yaxşı, bura 2-dirsə avtomatik olaraq burada 2-dir. Avtomatik olaraq burada 2 olacaq. Bunların hamısını hardan görürəm sizə mən deyim. Avtomatik burada verib ki, paralellik var. Deməli, FK BL-ə paraleldir. Yəni, bu üçbucağın bu tərəfinə paraleldir. K ilə də YF paraleldir. Yəni, burada paraleloqram əmələ gəlib, qarşı tərəflər bir-birinə bərabər olmalıdır. AB 7-dirsə, gənclər, avtomatik burada da bir dənə paraleloqram var. Fikir verin, bu paraleloqrama baxın, bu tərəflə də bu tərəf bərabərdir. Ona görə burada 2 olacaq. 2, 2 buradır. AB-ni də verib neçə? 7. Ortaya nə qalacaq? 3 qalacaq. Bizdən də eləyəni sorulurdu. Gördünüz, paraleloqram xassəsini istifadə eləməklə biz burada eləyəni tapmış olduq. Gəlin 99-cu suala baxaq. ABC üçbucağında AB 10-dur. AB 10-dur, AY 3-dür. Burada yenə 3 buradırsa avtomatik 3 buradır. Bu paraleloqrama əsasən, onda burada 3-dür. AB o ümumilikdə 10-dursa, bura nə qalır? 4 qalır. Deməli, FY-miz 4-dür. Bu da belə. 100-cü suala keçid alırıq. ABCD rombunda perimetr ABCD 60-dır. Deməli, tərəfin biri neçədir? 15-dir. Çünki rombdur. 4 tərəfin 4-ə bərabərdir. BD plus AC 34-dürsə, perimetr AOD-ni tapın. Bunun perimetrini istəyir. Heç nə, bunun bir tərəfini bilirəm. Diagonallar cəmi 34-dürsə, diagonalların mənə yarısı lazımdır. Çünki AO ilə OD-nin cəmi lazımdır. Onda AO ilə OD-nin cəmi, buna X, Y desəm, X ilə Y-in cəmi 17 olacaq. Yəni 34-ün yarısı olacaq. Perimetr də olacaq 17 üstə gəl 15, yəni 32. 101-ci sualda həmçinin eyni tipli sualdır. Perimetr ABCD 40-dırsa, deməli tərəf 10-dur. BD plus AC diagonallar cəmi 28-si, yarısının cəmi 14-dür. Perimetr AOB-ni istəyir. 14 üstə gəl 10 olacaq 24 cm. Bildinizə nəyə görə belə oldu? Əgər başa düşmədiyiniz suallar olsa, şərh bölməsinə yaza bilərsiniz. Gəldik 102-ci sual. Düzbucağın diagonalları 60 dərəcəli bucağa əmələ gətirir. Baxın, düzbucağın diagonalları 60 dərəcəli bucağa əmələ gətirir. Baxırıq. Avtomatik burada 60-dır, burada 60-dır. Bir ikisi tərəflə bir diagonalın cəmi 2,1-dir. Biz bilirik ki, baxın, bura 60, bura 90-dır, bura 30-dur, yəni bura da 30-dur. Yəni, baxa bilərsiniz, bura 30, 60, 93 bucağı əmələ gəlir burada. Yəni, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Ümumiyyətcə, diagonallar 60 dərəcəli bucağı əmələ gətirirsə, kiçik tərəf diagonalın yarısına bərabərdir. Burada 2x-dir. Deyir ki,
Bayaq bu məsələnin oxşarını həll elədik. Yəni eynisinin rəqəmləri fərqli idi. İkisi tərəfli diaqonalın cəmi, yəni x ilə 2x-in cəmi 2,1-dir. X buradan 0,7-dir. 0,7 isə diaqonalın uzunluğu olacaq 1,4. 103-cü suala baxırıq. Bərabəryanlı trapesiyanın hündürlüyü 3-dür. Bərabəryanlı trapesiya verilib. Hündürlüyü 3-dür. Orta xətti 9-dur, bir bucağı 45-dir. Bura 45-isə avtomatik burada 45-dir. Deməli, bura nə qalacaq? Burada 3 qalacaq, burada 3 qalacaq. Deyir ki, orta xətti isə 9-dur. Yaxşı, onda avtomatik bura 9-dur. Çünki mən bayaq dedim ki, bərabəryanlı trapesiyada orta xətt elə bu hissəyə bərabərdir. Böyük oturacağı tapdır, 9 üstəgəl 3 neçə eləyəcək? 12 eləyəcək. 105-ci suala baxın. İti bucağı 60. İti bucağı 60-dır trapesiyanın. İti bucağı 60-dırsa, oturacaqları isə 8 ilə 12-dir. Yaxşı, 8, 12-də oturacaqlar. Bura 30-dur. Bir perimetrini tapın. Nə edə bilərik? 30-un qabağındakı bura x-dirsə, bura 2x-dir. Yaxşı. X-i taparam buradan. Buradan da bir dənə hündürlük çəkərəm bərabəryanlılığına görə. Baxın, 12-ni silirəm buradan. Bura 8 yazıram. Çünki düz bucaqlama gəlib. 12-dən 8 çıxanda 4. Deməli, bu hər iki tərəfə 2 qalır. Deməli, yan tərəfimiz 2x olduğuna görə bura olacaq 4 cm. Deməli, yanlar 4-4-dür. Oturacaqlar isə 8 ilə 12-dir. Olacaq 28. Perimetrimiz olacaq 28 cm. 106-cı suala baxırıq. Burada da yenə BM MP-yə, o da PA-ya bərabərdir. Yəni bu parçalar bərabərdir. Fales teoremi, baxın, 2-dən 8-ə, burada yenə ədəd sistemdən artmalıdır. Yəni 4, 6, 8, yəni bərabər artımdan artmalıdır. Olacaq 2, 4, 6, 8, yəni x, y-də olacaq 4-dən 6. 107-də isə 3, 6, 9, 12 olacaq. Başqa yolla da tapa bilərsiniz. Başqa yolla da yəni x plus 12 bölü 2 y-ə bərabərdir. 3 üstəgəl y bölü 2 də x-ə bərabərdir. Yəni oradan da tapa bilərsiniz orta xəttin xassəsindən. Davam edirik. Deməli, ABS paralleloqramında A bucağının təm böləni. Aha. Bir dənə paralleloqram çəkirik gənclər. A bucağının təm böləni qarşı tərəfi 3-ün 2-yə bölüb 3K-nın 2K-ya bölüb. Burada avtomatik olaraq 3K olacaq. Biz bayaqlar demişik bunu ki, iti bucağının təm böləni qarşı tərəfdən yan tərəfə bərabər parça ayırır. AB 18-dir, yəni 3K 18-dir. Paralleloqramın perimetrini istəyir. Yəni, bura 3K 18-dirsə, bu hissə vermişdi bizə AB kimi. Bura 18 isə gənclər, K6-dır. K6-dırsa, onda bura 5K daxı. 3K 2K bölünür. Deməli, bura olacaq 30. 18 üstəgəl 30, vur 2. Eləyəcək neçə? 108. Düzgün cavabımız olacaq 108. 110-cu suala baxırıq. Paralleloqramda A bucağının təm böləni, bura alfa, alfadır. Diaqonalı 2-ni 3-ə bölür. 2K bura, 3K buradır. Yadda saxlayın, burada 3 bucağın xassiyəsinə baxacaq. 3 bucağı təm bölən xassiyəsi. 3 bucağın təm böləni çəkilik tərəfi yan tərəflərlə mütənasib hissələrə ayırır. Yəni, bura 2M olacaq, bura isə 3M olacaq. Təm bölən xassiyəsinə görə böyük tərəf 9-dursa, yəni 3M 9-dur. Onda M 3-dür. Kiçik tərəf olacaq nə? 2M olacaq 6. Tərəflər 6 ilə 9-dur. Perimetr olacaq 2 vurulsun 6 üstəgəl 9. Yəni 30. 112-ci suala keçid alırıq. Perimetri 22 olan ABS paralleloqramın diaqonalları o nöqtəsində kəsişir. BOC və ABO üç bucaqların perimetrləri fərqi. BOC ilə ABO, yəni bu üç bucaq, qonşu üç bucaqlardılar. Baxın, bura A, bura B, bura X, X-dir, bura isə Y, Y-dir. Nəyə görə? Çünki diaqonallar kəşf nöqtəsində yarıya bölünürlər. Fikir verin, AOB-nin perimetri, perimetr A, BO, X plus Y plus A-dır. Perimetr BOC isə X plus Y üstəgəl B-dir. Yəni, bunların fərqlənən tərəfi bir dənə A ilə B-dir. Bunların perimetri fərqi 3-dürsə, deməli, B-yə mən X üstəgəl 3 deyərəm. A-ya nə deyərəm? X deyərəm. Və bunların da perimetri 22-dir. Paralleloqram perimetri onda X üstəgəlsin, X üstəgəl 3 vurulsun 2 bərabərdir 22-yə. Buradan 2X üstəgəl 3 bərabərdir 11-ə. X bərabərdir 4-ə. Deməli, kiçik tərəf 4-dür. Böyük tərəf isə 7-dir. Deməli, tərəfin biri 4 və 7-dir. Tərəfləri tapdıq. Baxırıq 113-cü suala. 113-cü suala deyir ki, perimetri 51 olan paralleloqramın BC tərəf üzərində M nöqtəsi götürülmüşdür. AB BM-ə bərabərdir. CM də
DC-yə bərabərdir. Buradan avtomatik görünür ki, bu tən bölənlərin M nöqtəsində kəsişməsindən alınıb. Tən bölənlər də kəsişəndə 90 dərəcəli bucaq əmələ gətirir. Bu heç bunu bilirik. Çünki 2 alfa + 2 beta 180-dir. Buradan alfa + beta 90-dır. Oradan çıxır. AM 15-dir. Bura 15-dir. Yazdıq bura 15. Biz gəlin tərəfləri tapaq. Perimetr 51-dir deyir uşaqlar. Perimetr 51-dirsə, bura bilirsiniz ki, A-dır. Burada A-dır, burada A-dır. Yəni böyük tərəf 2A-dır, kiçik tərəf A-dır. 2 vurulsun A + 2A bərabərdir 51-ə. 3A bərabərdir 51 bölünsün 2. Elə yazaq, yoxsa yaxşı, elə yazaq. Yazaq ki, 6A bərabərdir yazıram 51-ə. A da bərabərdir. Mən 2A-nı tapmaq istəyirəm. 2A bərabərdir 17-yə. Mən üçün 2A lazımdır. Bura 2A-dır da. Çünki olacaq nə? 17. Kəsrə getmək istəmirəm. Buradan da hipotenuz 17, katetin biri 5-dir. Digər kateti necə tapacaq? 17-nin kvadratından çıxacaq 15-in kvadratı. Yəni 289-dan 225 çıxanda qalır 64. Yəni M-də olacaq nə? 8. Aydındır hamısı sizə. 115-in sola keçid alaq. Deməli, bərabər yanlı trapesiya verilib. PM-in AD nisbəti 4-ün 5-ədir. Bu nisbəti mən 8-in 10-a yazacağam. İndi görəcəksiniz ilə yazıram. PM-ə 8K deyirəm. Nə görə? Çünki bu hissələr bərabər olmalıdır. AP ilə MD. Bunların hərəsində K qalsın da qoy. Kəsrə getməyək. 0.5K yaza bilərdim. Əgər 4-ün 5 olsa, bura 4K, o birisiləri 0.5K yaza bilərdim. Burada maraqlı bir şey verib. AC kvadrat çıxı AB kvadratı bərabərdir 80 verib. Bunu şagird baxan kimi görə bilmir ki, burada demək istəyir ki, AC kvadratı çıxılsın CD kvadratı. Baxın. Çünki AB ilə CD bir-birinə nədir? Bərabərdir. Baxaq bir dənə bura. Deməli, biz yaza bilərik ki, AC-nin kvadratı çıxılsın AB-nin kvadratı bərabər nəyə? CD-nin daha doğrusu. Aha. Buradan baxın, bura H desəm. Yazaram ki, H kvadratı üstə gəlinsin 9K-nın kvadratı bərabərdir AC-nin kvadratına. Düzdürmü? Digər tərəfdən H kvadrat üstə gəlinsin K kvadratı da bərabərdir CD-nin kvadratına. Bildiniz nə elədim gənclər? Və AC kvadratı çıxılsın AB kvadrat dedim ki, AB-nin yerinə biz CD yaza bilərik. Nəyə görə? Çünki bərabər yanlı trapesiyadır. Alt-alta çıxsam, H kvadratları getdi, qaldı 80K kvadratı bərabərdir 80-ə. Çünki AC kvadrat çıxsa CD kvadrat 80-dir. K kvadratı 1-dir, uzunluq olduğuna görə K-ya 1 verirəm. Bizə deyir ki, orta xəttin uzunluğunu tapın. Bərabər yanlı trapesiya olduğundan orta xətt elə bu hissəyə bərabərdir. Bu da 9K-dır. Deməli, orta xətt bərabərdir 9-a. 117-ci suala baxırıq. Perimetri 20 və iti bucağı 60. İti bucağı 60 dərəcə olan bərabər yanlı trapesiya deyir. Üzr istəyirəm. Trapesiya deyir. Bərabər yanlı trapesiya. İti bucağı 60 dərəcədir. Deməli, diagonal 30 dərəcə əmələ gətirir. Diagonal, bu diagonalı çəkdim. Buradan çəkdim diagonalı gənclər. Bura 30 dərəcə əmələ gətirirsə, 30, 60, 93 bucağı əmələ gəldi. Aha. 30-un qabağındakı katet x-dir. Bura nədir? 2x-dir. Bərabər yanlılığına görə burada x-dir. Aha. Daha sonra burada 30-dur. Burada 30-dur. Deməli, burada x qalır. Deməli, niyə 30-30 oldu bura? Çünki bərabər yanlı 60 buradırsa, 30 bura, 30 buradır. Bura 90-dır. 60 buradırsa 121 olmalıdır. Bura 90 olduğu dəqiq məlumdur artıq. Bura 30 qalır. 30-30 olduğuna görə oturacaq bu iki bucaqlar bərabərdirsə, bax, bu üç bucağın tərəflərdə, yəni x oldu. Bərabər yanlı oldu. Deməli, perimetr olacaq 5x. 5x bərabərdir 20-yə, x nəyə bərabərdir? 4-ə. İkisi oturacağın uzunluğu nə qədər oldu? 4 cm oldu. 119-cu suala baxırsınız. Paralelogramda AB BD-yə bərabərdir. AB BD-yə bərabərdirsə, avtomatik olaraq burada 30. 30 oldu. Deməli, həm tən bölən, həm dülük, həm mediandır. AMMD-yə bərabərdir. Perimetr ABD 45-dir. Deyir ki, paralelogram perimetrini tapın. Lap yaxşı. 30-un qabağındakı katet hipotenuzun yarısıdır. Bura 2x-dir, burada x-dir, burada 2x-dir. Bərabər tərəfli üçbucaqdır. Deməli, bərabər tərəfli üçbucaqdırsa, perimetr neçədir? 6x-dir. Bəli, 6x 45-dir. Bizim paralelogramın perimetri isə neçədir? 8x-dir. Aha. Deməli, buradan 2x nəyə bərabərdir? 15-ə, 8x də olacaq 60. Deməli, paralelogram perimetri olacaq 60 cm. Bildinizdə hardan tapdım?
6x-i 45-dirsə 8x olacaq 60. Tənasüblə həll etsəz görəcəksiniz. 120-ci sualda isə paralleloqramın perimetri 24, kiçik diaqonalı 8-dir. ABD 60-dır. Yaxşı, onun kiçik tərəfinin uzunluğunu deyir. Tapın. Gəlin baxaq buna da. 120-ci sualın izahına keçid alırıq gənclər. Deməli, burada paralleloqramın perimetri 24-dür. Mən burada nə etdim? Bir dənə hündürlük çəkdim. 60 buradasa 30, 93 buzaq aldım. 30 dərəcəli buzaq qarşısındakı katet x isə bura 2x-dir. Perimetr 24 olduğundan n ilə uzunluğun cəmi 12 olacaq. Ona görə buraya yazsam 12 çıx 2x. Və bura x isə bura 8 çıx x qalır və Pifaqor teoremi tətbiq eləsəm, kök 3x-in kvadratı üstə gəlinsin 8 çıx x-in kvadratı bərabərdir 12 çıx 2x-in kvadratına. Buradan 3x kvadratı üstə gəl 64 çıx 16 x üstə gəl x kvadratı bərabərdir 144 çıx 48 x üstə gəlsin 4x-in kvadratı. 4x kvadratları getdilər. Və buradan biz x-i tapırıq ki, 32x bərabərdir. 144-dən 64 çıxana neçə eləyəcək? 80 eləmi? Bəli, 80. X də buradan tapa bilərik. X də bərabərdir. 80 böl 32. 16-ya ixtisar aparsaq 5 bölünsün. 2, yəni 2/5. Deməli, kiçik tərəfimizdə 2x idi, olacaq 5. Kiçik tərəfimizin uzunluğu oldu 5 sm. Diqqətinizə görə çox sağ olun. Sualınız və rəyiniz olsa şərh bölməsinə yaza bilərsiniz.